Hər birinizi xoş gördük. Bugünkü mövzumuz yeni bir fəslə keçirik. Fəsil 2 nəsihət. Hər hansı bir problemlə qarşılaşanda kimdən məsləhət alırsınız? Yəqin ki, özünüzdən böyük bir insanlarla. Nəyə görə məhz həmin şəxsə müraciət edirsiniz? Düşünürsünüz ki, həmin şəxs daha çox sizdən daha çox dünya görmüş insandır. Həm də öz yaşıdlarından, digər insanlardan ağlına, düşüncə tərzinə görə fərqlənir. Belə insanlara əsasən müdrik insanlar deyilir. Sizcə məsləhət vermək asandır, yoxsa ona əməl etmək? Mənə elə gəlir ki, heç də hər ikisi asan bir şey deyil. Məsləhət qıraqdan hamı verə bilər, amma hər kəs ona əməl edə bilməz. Mən məsləhət verə bilərəm filan şeyi elə. Məsələn, deyə bilərəm ki, qazlı sular içmək zərərlidir. Şəkər yemək zərərlidir. Cips yemək zərərlidir, amma gəlin görək özümüz buna əməl edirikmi başqasına məsləhət verərkən? Ruminin məsləhəti. Keçmiş zamanlarda Cəmaləddin Rumi adlı müdrik bir şair var imiş. Hamı ona hörmət edər, onun məsləhətlərinə qulaq asarmış. Bir gün qonşu qadın oğlu ilə onun yanına gəlib deyir: "Şair, mənim oğlum həddən artıq şəkər yeyir. Nə qədər desəm də xeyri yoxdur. Xahiş edirəm, siz ona deyin ki, çox şəkər yeməsin." Şair başını aşağı salıb dedi: "Gedin 2 həftədən sonra gələrsiniz." Qadın xeyli təəccübləndi, biraz da incidi. Axı bir kəlmə demək nə böyük işdir ki, 2 həftədən sonra qadın oğlu ilə bir də gəldi. Rumi onlara dedi ki, bir həftədə gözləsinlər. Bu dəfə qadın dözmədi. "Şair, axı sizdən böyük şey istəmirik. Gedin. Mən hələ məsləhət verməyə hazır deyiləm." Qonşu qadın 3-cü dəfə oğlu ilə Ruminin yanına gəldi. Bu dəfə şair uşağa dedi: "Oğlum, məsləhətimə qulaq as. Çox şəkər yemə, sağlamlığa ziyandır." Uşaq baş üstə müəllim deyib otaqdan çıxdı. Anası Rumiyə təşəkkür edib soruşdu: "Siz Allah, 2 kəlməyə görə nə üçün bizi bu qədər gözlətdiniz?" Rumi gülümsünüb dedi: "Xanım, mən də uşaqlıqdan şəkərə aludə idim. Uşağa məsləhət vermək üçün gərək bu vərdişdən əl çəkəydim." Söz boğçasındakı nəsihət, alidə olmaq, əl çəkmək, vərdiş. Bu sözləri araşdırarsınız. Gəlin baxaq. Mətnə əsasən suallara cavab verin. Qonşu qadın oğlu nə üçün Ruminin yanına gətirmişdi? Şəkərə alidə olmuşdu. Şəkər yeməyə alidə olmuşdu. Mən aşağıdan yazım. İkinci, Rumi nə üçün uşağa dərhal məsləhət vermədi? Çünki o özü də şəkər yeyirdi. Ona görə məsləhət verə bilməzdi. Uşaqla anası Rumidən məsləhət almaq üçün neçə gün gözlədilər. Əvvəlcə dedi 2 həftə, sonra dedi 1 həftə getdi, sonra gələrsən. Elədi neçə həftə? 3 həftə. 3 həftəmdə neçə gündür? 3-ü vuraram. 1 həftəm 7 gündür, 3-ü vuraram 7-yə, 21 gün. Hansı fikir mətni ideyasına daha çox uyğun gəlir? Müdrik insanların sözlərinə əməl etmək lazımdır. Başqalarının verdiyi məsləhətə əvvəlcə özün əməl etməlisən. Şəkər yemək sağlamlığa ziyandır. Mətnin ideyası həmişə son cümləsində, son abzasında gizlənir. Xanım, məsləhət vermək üçün gərək bu vərdişdən əl çəkəydim. Yəni özü də buna əməl etsin ki, başqasına məsləhət verirsin. Fikirləri əsaslandırmaq üçün uyğun cümlələr artırın. Hər kəsi görən zaman ona salam ver ki, hamı səni nəzakətli adam kimi tanısın. Bir adamı ehtiyac içində görəndə ona kömək et ki, sənin də bir şeyə ehtiyacın olanda başqalar da sənə kömək eləsin. Bax, aşağıda 1 verilibdir onu. Yəni, sənin də nə zamansa köməyə ehtiyacın olanda onlar da sənə kömək eləsin. Yalan danışmaqdan çəkin. Hər kəs sənin bu xasiyyətini bilsə, doğru sözünə də inanmaz. Yəni,
Bir adam mütəmadi yalan danışanda, o doğru danışanda da adamda bir şübhə yaranır ki, o yalan, yenə yalan danışır. Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur. Çünki onlar həmişə səninlədir olar və heç kəs onları səndən əlindən ala bilməz. Yəni ağıl və elm elə bir şeydir ki, insanın ağlı özündə olan bir şeydir. Heç kim onu səndən ala bilməz. Ona görə onu qorumaq lazımdır. Onlar həmişə səndədir. Heç kim də onu səndən ala bilməz. Bax, burada kitabı tərsinə çevirsəz həmin cümlələri görüb yaza bilərsiniz. Keçək növbəsinə. Verilmiş mövzularda məsləhətlər düşünüb yazın. Məsləhətinizə atalar sözlərindən də istifadə edə bilərsiniz. Çalışqanlıq. Vaxtınızı faydasız işlərə xərcləməyin. Başladığınız işi bitirməyə çalışın. Çox çalışmaq sizə yalnız xeyir gətirər. İndi dostluq, mərhəmət, qənaətçilik və dürüstlüyə aid düşünək. Məsələn, dostluq mətni nə yadınıza düşür? Cəmil və Mahir. Cəmil və Mahirdə neyləmişdi? Dostluqlarına xilaf çıxmışdı. Dostunu üstünə şər böhtan atmışdı. Axırda dostluqlar neyləmişdi? Pozulmuşdu. Gəlin bir yerə yazaq. Baxın, mən dostluğa aid dedim, gərək dostluqda düzgün olasan, onu aldatmayasan, yalan danışmayasan. Dost dar gündə tanı, amma dostluğa aid çoxlu atalar sözləri var. Məsələsi üçün, vəfalı dost yad olmaz, görməsə 100 il səni. Birlik harda, dirlik orada. Dost ziyankar olmaz, ziyankar da dost olar. Dost yaman gündə tanınar, dar gündə eyni şeydir. Dost yolunda boran olar, qar olar və s. Dostluğa aid başqa sözlərdə istifadə edə bilərsiniz. Atalar sözlərindən də istifadə edə bilərsiniz. İkinci qrupa keçək. Baxın, mərhəmət mətni, 2 alma mətni yadınıza gəlirmi? Orada uşaq öz almasını neyir? Digər kasıb uşaqla paylaşır. Ürəyi mərhəmətlidir də. Əvvəl o almanı bəyənmirdi, amma sonra görür ki, həqiqətən almaya ehtiyacı olan insanlar da var. Üçüncü qrupa keçək. Bax, ona görə də Allah buyurub ki, biz insanlar qarşı nə etməliyik? Mərhəmətli olmalıyıq. Siz deyir ki, insanlara qarşı mərhəmətli olun. Mən də sizə qarşı mərhəmətli olun. Üçüncü qrup. Qənaətçilik. Qənaətə aid də bu cür yaza bilərik. Qənaət edilmiş qəpik, qazanılmış qəpikdir. Yəni, insan pulu xərcləyəndə sabahını düşünməlidir, fikirləşməlidir ki, birdən başına bir hadisə gələr, işləyə bilməz, həmin pulu qazana bilməz, İraq olsun, başına elə bir hadisə gələr, xəstəxanaya düşər, pula ehtiyac olur. İnsan ona görə pul qənaətə işləməlidir, sabahını düşünməlidir. Dördüncü qrup. Dürüstlük. Deməli, dürüstlüyə aid də belə deməliyik ki, sözün ilə əməlin bir olsun. Yəni, insanlara yalan danışmayasan ki, insanlar da sənə inansın. Sən deyirsən ki, məsələn üçün, yalan danışmaq pis bir şeydir, amma özün oturub yalan danışırsın. Dediyinlə əməlin bir olmursa, heç kim də sənə inanmaz və etibar etməz. İş dəftərinə keçdik. Baxırıq, deyir ki, verilmiş sözlərdən istifadə edib cümlələri tamamla. Ata oğlunun səhvini görüb ona neynədir? Nəsihət verdi. Qumru tez-tez çiynini çəkməyə vərdiş etmişdi. Ana oğluna dedi ki, telefondan əl çək. Sevda uşaqdan konfet yeməyə alüdə olub. Bilməcəni həll et. Ruminin məsləhəti hekayətində baş qəhrəmanın adını deməli öyrən. Gəlin baxaq. Qırmızı rəngdə olsun, dairəvi olsun.
Qaranın içində olacaq. Qırmızı xəttin üstündə qara C. Yaşılda, yaşılın üstündədir qara Ə. Qırmızının üstündədir L. Sonra roz rengi çəhrayının üstündə A. Qırmızının üstündə L. Yaşılın üstündə Ə. Yaşıl rengi üstündə D. 2 dənə D. Deməli, sarının üstündə I. Sarının üstündə qara N. Çəhrayının üstündə narıncı R. Mavinin üstündə U. Mavinin üstündə narıncı M. Sarının üstündə narıncı I. Cəlaləddin Rumi. Adını öyrəndiyin şairin kəlamını oxu. Bu kəlam hansı fikrə uyğun gəlir? Bir şam başqa şama alov verərsə işığı azalmaz. Ehtiyacı olana maddi yardım etmək lazımdır. Şam yeməyində daha az qida qəbul etməliyik. Bildiklərimizi başqalarıyla bölüşəndə biliyimiz tükənməz. Bax, bu olacaq. Yəni, məsələn, sən riyaziyyatda 3 rəqəmli ədədi 2 rəqəmli ədədi vurmağı bilirsən. Bunu digər sinif yoldaşına öyrətsən, bu səndən heç nə əksiltməz. Əksinə, başını ucaltlar. Deməli, doğru cavab bu olacaq.